Salam hər kəsə. Bu üç fənəri sizə gecə videosunu təqdim etməyə çalışıram. Görək hansı daha güclü vurur. İşıqları söndürdüm hal-hazırda. Tok şəraitində vurması hal-hazırda belədir. Tam şarj etdikdən sonra maksimum 1 saat ərzində işıqlanma təmin edir. Zəif söndürdük. Bu ikincidir. Bu da tam şarj etdikdən sonra 1 saat ərzində rahat istifadə etmək olur. Zoomludur bu qaydada. Bu da üçüncüdür. Olduqca güclü bir işıqlanması var. Maksimum 200-250 metr məsafəyə qədər işıqlanması çata bilir. Tam şarj etdikdən də sonra bu axırıncı led də yanır. Arxa hissədən isə buradan Type-C şarj giriş yeri yerləşir. Fikir verirsə olduqca güclü işıqlanması var. Yəni bundan bu müqayisə oluna bilməz. Əlavə olaraq yandakı bu ledini də aktivləşdirmək olur. Məhsulun profildə linki var. Oradan daxil olaraq bu sadə 17 manat olan fənəri əldə edə bilərsiniz.